Tom Cruise yoxsa Brad Pitt? Brad Pitt. Brad Pitt yoxsa Johnny Depp? Brad Pitt. Brad Pitt yoxsa Joaquin Phoenix? Joaquin Phoenix yaxşı aktyordur. Xoşuma gəlir. Amma Joaquin Phoenix mənə görə daha çox, misal üçün, psixi xəstə fason rolları daha yaxşı oynayır. Brad Pitt. Brad Pitt yoxsa Javier Bardem? Javier Bardem. Javier Bardem yoxsa Nicolas Cage? Javier Bardem. Javier Bardem yoxsa Jim Carrey? Jim Carrey əslində çox yaxşı aktyordur. Yəni mən o hər dəfə misal gətirirəm. Onun o ən belə axmaq komediyaları var. O limuzin şoferini oynayır, sürücüsünü oynayır. Mən birinci dəfə ona baxanda onun oyunundan şoka düşmüşdüm. Deməli qıza deyir ki, mən səni sevirəm. Qız da buna uzun danışır, deyir ki, yəni ki, bizdə alınmaz da, yəni mənim sənə hə deməyim 1%-dir də. Jim Carrey orada bir dənə oyun oynayır. Belə də ağlayır, значит, у меня есть şans. Keçidi elə eləyir, möhtəşəm oynayır da. Amma Javier Bardem. Javier Bardem yoxsa Colin Farrell? Javier Bardem'də qala xələk. Javier Bardem yoxsa Harry Oldman? Harry Oldman. Gary Oldman yoxsa Antonio Banderas? Gary Oldmandan davam edək. Gary Oldman yoxsa Denzel Washington? Harry Oldman xələk. Gary Oldman yoxsa Robert De Niro? Robert De Niro mən ən çox sevdiyim aktyor olub gəncliyimdə. Çox sevmişəm. Hətta o qədər onun belə deyək fanatı olmuşam ki, onun bütün filmlərinə dəfələrlə baxırdım və yazırdım ki, hansı filmə baxmışam, hansı film qalıb. Robert De Niro. Robert De Niro yoxsa Christian Bale? Robert De Niro. Robert De Niro yoxsa DiCaprio? Amma Robert De Niro'nu çox istəyirəm onu. Robert De Niro yoxsa Jack Nicholson? Robert De Niro. Robert De Niro yoxsa Seymour Hoffman? Robert De Niro. Robert De Niro yoxsa Al Pacino? İkisi də yaxşı aktyordur. Al Pacino'nun ən çox sevdiyim aktyor kimi oynadığı rollarından biri qadın ətridir. Yəni onun yaxşı filmləri çoxdur. Robert De Niro. Robert De Niro yoxsa Anthony Hopkins? Çox çətin vəziyyətdə qoyursunuz. Əslində onların hamısını sevirəm. Misal üçün ayırmaq olmur da. Anthony Hopkins'in elə xırda oyunları var ki, elə Ata filmində filan. Möhtəşəm oynayıb Atada. Çox möhtəşəm oynayır. Qalım Robert De Niro'da yox. Robert De Niro yoxsa Daniel Day-Lewis? Oynamıram səni. Son zərbəyə də vurdum hə. Amma Day-Lewis böyük aktyordur. Mən bu sorğuda o vaxtı Day-Lewis-i seçmişdim axırda. Sənin seçimin isə Robert De Niro oldu. Robert De Niro, hə. Çünki mən nəyə görə deyirəm Robert De Niro? Daha çox onda qaldım. Mən gənclikdən ona baxmışam və sözün həqiqi mənasında ondan çox şey öyrənmişəm. Baxa. Düzdür, Bəxtiyar mənim bir dənə söz var, baxmaqla öyrənmək olsaydı, itdən yaxşı qəssab olardı.